Salam, hər vaxtınız xeyir olsun. Avqustun 21-i axşam saatlarında Leriş rayonunun Blaban kəndindən görüntüləri təqdim edirəm. Və 26 avqust tarixindən başlayaraq artıq Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Bu barədə sizə qısa məlumat vermək istəyirəm və yaxın tarixlərdə isə birbaşa deməli model təlləri əsasında daha uzun metrajlı videolar kanalda yayınlanacaq. Avqust ayının 26-sından başlayaraq Azərbaycanın əksər rayonlarında hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Bu proses 27, 28, 29, 30 və 31 avqust tarixlərində də Azərbaycan arasında davam edəcək. Proses nəticəsində Azərbaycanın dağlıq rayonlarında, yəni dəniz səviyyəsindən 1300-1400 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərdə hava şəraitinin kəskin soyuması, yəni artıq temperaturun hətta gündüz saatlarında belə dəniz səviyyəsindən 1200-1300 metrdən yüksəkdə yerləşən kəndlərdə temperaturun günorta saatlarında belə maksimal temperaturun müsbət 15-17 dərəcədən artıq olması ehtimalları bir xeyli zəif olacaq. Bu da çox illik göstəricilərlə müqayisədə bir xeyli aşağı temperatur olacaq. Artıq bu proses nəticəsində Bakı, Abşeron, Sumqayıt ərazisində də yağıntıların yağması qismən zəif olsa da, amma daha çox Bakı, Abşeron, Sumqayıt ərazisində şimal küləklərinin güclənməsi gözlənilir. Yəni artıq 26 avqust tarixindən başlayaraq Bakı, Abşeron, Sumqayıt və ətraf qəsəbələrdə şimal küləkləri güclənəcək. 27, 28, 29, 30 və 31 avqust tarixlərində artıq Bakı, Abşeron, Sumqayıt və ətraf qəsəbələrdə, eyni zamanda Bakının əksər deməli ətraf rayonlarında havanın kifayət qədər sərin keçməsi gözlənilir və Azərbaycanın bir sıra deməli şəhər mərkəzlərində də avqustun 26-sından başlayaraq hava şəraitinin kəskin dəyişilməsi, 27-31 avqust tarixlərində isə artıq Böyük Qafqazda, Kiçik Qafqazda və eyni zamanda Dağlıq Şirvan ərazisində və yardımlı Leriş Astaranın dağ kəndlərində yağıntıların intensiv və güclü olması potensialı var. Bu sistem daha çox Böyük Qafqaz, Kiçik Qafqaz, yəni Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaillə, Şamaxı, Dağlıq Şirvan, Quba, Qusarda, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerişin dağ kəndlərində bu proses 26 avqustdan 31 avqusta qədər lokal, leysan, ildırım və dolu proseslərinə səbəb ola bilər. 26 avqust tarixində cəbhə sisteminin girişi nəticəsində küləklər güclənəcək. Bakıda narıncı xəbərdarlığa uyğun şimal-qərb küləklərinin güclənməsi gözləniləndi. Gəncə, Qazaxda da şimal-qərb küləkləri güclənə bilər. Eyni zamanda Azərbaycanın dağlıq ərazilərində də küləklərin artıq avqustun 26-sından başlayaraq güclənməsi, 27 avqustdan isə 31 avqusta qədər bu küləyin yağışla əvəz edilməsi gözlənilir. Yaxın deməli tarixlərdə birbaşa İCMWF-in son model təlləri əsasında deməli birbaşa ekranda canlı modellər təhlil ediləcək. Amma mən istərdim ki, həftədə ən azı bir dəfə və yaxud da 2 dəfə belə birbaşa açıq havada da faktiki vəziyyət və gözlənilən hava şəraiti haqqında məlumatları sizin diqqətinizi çatdırmaq istəyirəm. Həm qısa metrajlı, həm də uzun metrajlı videolar vasitəsilə. Sentyabr ayının 1-ci 10 günlüyündə də qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Yəni Azərbaycanda mən əvvəlcədən bildirmişəm, ta aprel və may aylarından bildirirəm ki, artıq 4-5 aya yaxındır ki, bildirirəm ki, 2026-cı ilin payız mövsümü Azərbaycanda bol yağıntılı keçəcək. Amma temperaturun aşağı olub-olmayacağı haqqında isə dəqiq məlumatlar əlimizdə yoxdur. Yəni Qərbi Avropa ərazisi əgər yüksək temperatur və atmosfer təzyiqinin artması ilə deməli təsirləri altında olsa, Qərbi Avropada atmosfer təzyiqi yüksək olsa, bu proses Şərqi Avropada, yəni Qafqaz ərazisində, Azərbaycanda isə yağıntıların artması və eyni zamanda havanın temperaturunun tez-tez azalması ilə müşahidə edilə bilər. Yəni əlimizdə olan son məlumatlar bunu göstərir ki, 2026-cı ilin payız mövsümü, yəni sentyabrdan başlayaraq oktyabr, noyabr ayları Azərbaycanda bol yağıntılı keçəcək. Amma qaldı, bu proses soyuqla müşahidə ediləcək. Bu barədə əlimizdə dəqiq məlumatlar hələ ki yoxdur. Sentyabr ayında mövsümlük modellər yenilənəcək və bu barədə ən son təhlillər deməli H24 hava xəbərləri kanalında yayınlanacaq. Mən rəqəmsal meteoroloq, çox illik meteo müşahidəçi Rəşad Həsənovam və çalışdığım qədər həm Leriş rayonunun Blaban kəndindəki son faktiki hava vəziyyəti haqqında sizə məlumatlar çatdırmağa çalışıram və eyni zamanda həftədə ən azı bir və yaxud da 2 dəfə birbaşa
deməli, nəhəng ekranda İlçam WF-in və qlobal digər modellərin ən son təhlillərini birbaşa canlı olaraq sizə çatdıracağam. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer plasında gözlənilən faktiki və gözlənilən hava şəraiti haqqında ən son dəyişikliklər H24 Hava Xəbərləri kanalında yayımlanacaq.